Salam əziz birincilərim, hər vaxtınız xeyir olsun. Bu gün mən Salam müəllim ilə birlikdə 11 sualdan ibarət test işləyəcəyik. Uşaqlar, başlamamışdan qabaq xatırladım ki, kanala abunə olmağı, bəyənməyi, paylaşmağı unutmayaq ki, videolar davamlı gəlsin. İndi isə gəlin suallara baxaq. Birinci sual. Əlinin 6 sm ipi var. Daha 9 sm ip aldı. Sonra 4 sm kəsdi. Uşaqlar, yadınızda saxlayın. 6 deyəndə nə edirik? Toplayırıq da, düzdür? 6 ilə 9-u toplayıram. Daha sonra görün məndən nə istəyir? 4 sm-də kəsdi. Kəsdi deyəndə isə çıxırıq. Demək ki, 4 sm-də çıxsam neçə qalacaq? 6 ilə 9, 15. 15-dən də 4 çıxanda 11. Burada cavab nə oldu? B bəndi 11. 2-yə getdik. Bir vedrə 8 kiloqram. Digəri isə 6 kiloqramdır. Üçüncü vedrə onların cəminin yarısına bərabərdir. Bax uşaqlar, bu bir vedrəm, bu da ikinci vedrəm. Təqribi çəkirəm. Bu 8, bu da 6. Üçüncü vedrəm deyir ki, bilmirəm axı nə qədərdir, düzdür? Bunların cəminin yarısına bərabərdir. 8 ilə 6 nə qədər eləyir uşaqlar? 14. 14-ün də yarısı eləyir 7. Düzdür? 14-ü yarıya böləndə, siz bölmə keçməmisiniz, bağışlayın. 14-ün qolları yarıya böləndə nə düşür uşaqlar? 7, 7. Deməli, üçüncü vedrəniz kiloqramdır uşaqlar. B bəndi 7 götürəcəyik. Getdik üçüncü suala. Gəlin üçüncü suala baxaq. Taxta parçası deyir ki 17 sm-dir. Onun 8 sm hissəsi kəsildi. Sonra 4 sm hissəsi də kəsildi. Qalan taxta neçə santimetr oldu? Baxaq. 17 sm-dən 8 kəsdik. Daha sonra da 4 sm hissə kəsildi. Nə qədər qaldı uşaqlar? 17-dən 8 çıxanda eləyir 9. 9-dan 4 çıxanda eləyir 5. Demək ki, qalan taxta A bəndi 5 sm oldu. Dördüncü sual. Qutuda 4 kiloqram şəkər, 6 kiloqram düyü, 3 kiloqram un var. Hamısı birlikdə neçə kiloqramdır uşaqlar? Birlikdə deyirəmsə, cəmini istəyirəm də mən. Nə edəcəm? 4-ün üstünə 6-nı gələcəm, üstünə də 3-ü gələcəm. Cavab neçə oldu uşaqlar? 4 ilə 6, 10, 10 ilə da 3, 13, o da gəlir düşür B bəndinə. 5-ci suala baxaq. Lalə 7 sm lent kəsdi. Daha sonra 6 sm və 4 sm də kəsdi. İpin ümumi uzunluğu nə qədərdir uşaqlar? Demək ki, burada nə edəcəm? Toplayacam. 7 üstə gəl 6, üstə gəl 4. Mən baxıram, mənə necə toplasam rahat olar. 6 ilə 4-ü toplayıram, eləyir 10. Onun da üstünə 7, 17. Və gəlir düşür. Düzgün cavab B bəndi 17-yə və 17-ni götürürəm. Getdik 6-cı suala. Bir yük 18 kiloqramdır. 5 kiloqramlıq 2 hissə çıxarılır. Qalan hissə, yəni neçə kiloqramdır? Uşaqlar, bax, bu mənim yükümdür, 18 kiloqramdır. Düzdür? 5 kiloqramlıq 2 hissə çıxartdım. Bax, 1, 5, bu da 1, 5, 2 hissə. 5 ilə 5 nə qədər elədi uşaqlar cəmi? Elədi 10. İndi deyirəm, nə qədər qaldı? 18-dən də 10-u çıxıram. Deyirəm ki, 8 kiloqram. O da gəlib düşəcək B bəndinə. Düzdürmü uşaqlar? Gəlin qeyd eləyək B bəndini. Deməli, B bəndinə. 7-ci sual. Bir qutuda 14 qələm var. 6-sı itdi. 3-ü əlavə olundu. Neçə qələm oldu uşaqlar? 14 qələmim var idi. 6-sı itdi. İtdi dediyi üçün çıxıram. Qaldı 8 dənəsi. 3-ü də deyir əlavə olundu. Bu zaman üstə gələcəm. Cavab deməli neçə qələm oldu? 11 A bəndinə düşür. İndi gəlin 8-ci suala baxaq. Bir çubuq 20 sm-dir. Onun 7 və 6 sm hissələri istifadə olundu. Neçə santimetr qaldı uşaqlar? 7-6 sm hissələri istifadə edildi. Biz tapaq görək cəmi nə qədər hissə istifadə edildi uşaqlar? 13 sm, düzdürmü? 20 sm-dən də, axı 20 sm-dir çubuğun uzunluğu, düzdürmü? Neçə santimetr qaldı? 20 sm-dən də çıxacaq 13-ü, qalacaq 7. Gəlib düşəcək B bəndinə. İndi gəlin görək 9-cu sualda bizdən nə istəyir? Anar 18 sm ipi 4 sm-lik hissələrə böldü. Neçə hissə oldu? Uşaqlar 12 sm-lik ipi. Gəlin baxaq. 4, üstə gəl 4, üstə gəl 4. Neçə hissə oldu uşaqlar? 1, 2, 3. Gəlin parça çəkim sizi rahat başa salım. Bax, fikir verin uşaqlar. 12 sm neçə hissəyə böldüm? 1, 2, 3. 4 sm, 4 sm, 4 sm düşdü. Deməli, neçə hissəyə böldük? 3 hissəyə böldük. Burada da düzgün cavab B bəndi 3-ü götürəcəyik. Yəni, işarə eləyək. 10-cu suala baxaq. 4 kiloqramlıq 3 torba var. Hamısı birlikdə neçə kiloqramdır uşaqlar? Bayaqki məsələyə oxşar məsələdir, 9-cu məsələyə. 4 kiloqramlıq 3 dənə torba var. Bax, 3 dənə torba çəkirəm. 4 kiloqram, 4 kiloqram, 4 kiloqram. Nə qədər oldu uşaqlar? Yəni 4 üstə gəl, 4 üstə gəl 4. Nə qədər oldu uşaqlar? 12. Demək ki, düzgün variant oldu B bəndi. İndi gəlin baxaq
11-ci axırıncı sualımıza. Uşaqlar, inanıram ki, sizdə də yaxşı gedir, yaxşı qəşəng yazırsınız, gözəl nəticələr əldə edirsiniz. Elvinin 18 santim ipi var idi. 6 santimetr istifadə etdi. Sonra 3 santimetr də əlavə etdi. İndi neçə santimetrdir? Görək, nə deyir bu bizə? Bir başa düşək. 18 santimetr ipi var idi. 6 santimetr istifadə etdi. Neyəcəyik? Çıxacağıq, bəli, düzdür. Qalacaq 12 santimetr. 3 santimetr də əlavə etdi. Əlavə etdi deyəndə nə edirik? Toplayırıq. Deməli, indi neçə santimetr oldu deyib? 15 santimetr və A bəndi götürürük. Bax, belə uşaqlar, istəklərinizi nəzərə alaraq 1-ci sinifə də aid test işləmiş olduq. Hələlik.